Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmağıza çağıran və biz təqva ayındayıq. Ən əfzəl ibadətlərdəndir. Hansı ki, təqva sifətinin nail olmaq üçün. Oruç tutmaq fəqət yiyib içməyi tərk etməyi deyil və ya şəhvəti tərk etməyi deyil fəqət. Oruç tərbiyədir. Allah subhanahu ta'ala tərəfindən sənin üçün edilib fürsət, özünün imanını artırasan, günahları azaldasan və Allah subhanahu ta'ala rəhmətindəndir. Çünki Allah Teala seçib bəzi insanları, hətta mələkləri. Allah subhanahu ta'ala buyurur Allahu a'lemu heythu yec'alu risalətəh Əl-əyə Ənam surəsi 124-cü ayə. Allah bilir hara peyğəmbərləri yollayır. Həmçə Allah subhanahu ta'ala başqa ayədə buyurur Allahu yastafi minəl mələikəti rusulən və minən nəs Əl-əyə Həcc surəsi 75-ci ayə. Yəni Allah subhanahu ta'ala mələklərdən Rəsulullah, həmçinin insanlardan seçir. Həmçinin Allah subhanahu ta'ala yerlər, şəhərlər içində Məkkəni seçib. Fürsət yaradı müsəlmanlar üçün. Heç olmasa ildə bir dəfə görüşsünlər. Öz hallarından, yaxından tanış olsunlar. Həmçinin təmizləsinlər. Daxilən. Çünki tərbiyədir həcc. Allah subhanahu ta'ala buyurur وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا Əl-əyə. Allah Teala buyurur ki, biz İbrahimə Kəbənin yerini göstərdik və dedik ki, Allah Teala deyir ki, mənə şərik qoşma. Ən birinci şey, Allaha şərik qoşma. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Həcc surəsi 26-cı ayədə. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur Məkkəyə baxıb deyir ki, sən Allahın yer üzündə ən xeyirli yersən və həmçinin Allahın yer üzündə ən sevimlisən mənim üçün, Məkkə üçün deyir. Əgər qovmun məni çıxartmasaydı, mən səndən çıxmazdım. Əhməd, Tirmizi və İbn-i Macə rivayət edib. Həmçinin Allah subhanahu ta'ala günləri xəlq edib və bəzi günləri başqa günlərdən əfsəl edib. Və məsələn, Zilhəccə ayının əvvəl 10 günün başqa günlərdən əfsəl edib. Həmçinin Zilhəccə ayının 10 günündə Ərəfə gününün əfsəl edib. Fürsət, sənin üçün şərait yaradıb. Az günlərdə günahlar bağışlanmaq üçün istəyəsən, savabı artırasan, Allah Teala'dan rəhmətdir. Hələ belə fərz olunmuyor bayram, bu günlər, Ramazan. Sənin üçün fərzən, sənin xeyrin üçün. Həmçinin Allah subhanahu ta'ala gecələri də xəlq edib və bəzi gecələrdən üstün edib. Allah subhanahu ta'ala Ramazan axır 10 günün gecəsin bütün gecələrdən əfsəl edib. Və həmçinin Ramazanın 10 günün içində Qədr gecənisin o birisi gecələrdən, o birisi 10 günün gecələrindən əfsəl edib. Allah subhanahu ta'ala buyurur ki وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَى Qasas surəsi 68-ci ayə. Yəni Allah subhanahu ta'ala nə istəyir, xəlq edir və onu seçir. Seçir və bildirir və xüsusiyyətlər verir. Və Qədir gecəsi möhtərəm müsəlmanlar, bu axır Ramazanın 10 gündə ən seçilən şüallardan biridir, alamətlərdən. Və ona görə Qədir gecəsi, möhtərəm müsəlmanlar, Qədir gecəsi ne üçün deyilib Qədir? Onun yüksək olduğuna görə, şərəfli olduğuna görə, qədəri uca olduğuna görə, həmçinin bu gecə bu cür adlanıb ki, bu gecə bir illik gələcəkdə nə olur insanlar üçün qədər, onlar artıq yer üstünə gəlir, Lövh-ül Mahfuzdan çıxır.
ümumi qədərdən. Hətta Mələkul Mevt artıq bilir ki, bu bir ilin ərzində kimlər öləcək. Bu gecə hamısı həll olunur. Allah Subhanahu Teala həmçinin bu gecəni mübarək adlandırdı. Yəni bərəkətli. Allah Subhanahu Teala buyurur: "İnna enzelnahu fi leyletin mubarakə, inna kunna munzirin." Duxan surəsi 3-cü ayə. Yəni biz Quranı mübarək gecədə nazil etdik, yəni Qədr gecəsində. Quran-ı Kərim Qədr gecəsi nazil olub. Tam şəkildə Lövhül Məhfuza və sonra 23 il ərzində yavaş-yavaş ayələr gəlib. Və Qədr gecəsi nazil olub Quran-ı Kərim. Həmçinin bu günün bərəkətlərindən xəbər verir. Allah Subhanahu taala inna kunna munzirin. Biz bu Quranla kafirləri qorxuzuruq. Həmçinin Allah Subhanahu taala Quran-ı Kərimdə ayrıca surə ayırıb bu Qədr gecəsinə aid. Və buyurur ki, inna enzelnahu fi leyletil qadr. Yəni biz Quran nazil etdik Qədr gecəsi. Və ma adraka ma leyletul qadr. Bu gecənin əzəmətliyinə, təkrar ona dəlalət edir Quran-ı Kərimdə. Həmçinin möhtərəm müsəlmanlar, xəbər verir ki, Allah Subhanahu taala həmin bu surədə Leyletul qadri xeyrun min alfi şəhr. Həmçinin Qədr gecəsinin bərəkətlərindən 1000 aydan əfzəldir. Yəni 83 il 4 aydan. Yəni bu gecədə edilən dua, bu gecədə edilən zikir, bu gecədə edilən ibadət 83 il 4 ay edilən ibadətdən xeyirlidir. Gör Allah Subhanahu taala sənin üçün necə fürsət yaradıb, şərait ki, qazanasan savab qazanasan, günahların bağışlansın. Həmçinin bu gecənin bərəkətindən möhtərəm müsəlmanlar, Allah Subhanahu taala buyurur ki, Tənəzzəlül mələikətu və ruh. Bu gecə mələklər və ruh nazil olur, yəni Cəbrail. Və Cəbrail ruh deyilib, ona ki, ruh gətirir. Yəni mənəvi ruh, Quran-ı Kərim. Quran-ı Kərim ruhdur. Yəni ruhu yaşadan, daxilən. Ona görə Peyğəmbər salsın buyurur ki, kim Allahı zikr edir, o diri misalındadır. Kim Allahı zikr etmir, ölü misalındadır. Düzü gəzir, lakin ölüdür, meyitdir. Zikir ruhdur. Ona görə Cəbrail ruh deyilib, çünki ruh gətirib, Quran-ı Kərim. Həmçinin möhtərəm müsəlmanlar, bərəkətindən Peyğəmbər, bu gecənin bərəkətindən Peyğəmbər salsın buyurur. Kim Qədr gecəsi imanla və savab qazanmaq üçün məqsədi ilə qalxıb ibadət eləsə, Allah Subhanahu taala onun keçmiş günahlarını bağışlayacaq. Buxari Müslim rivayət edib. Və özünü məhrum etmə bu gecədən. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verib bizə, o gecə haçandır. Və buyurub ki, axır 10 gecədədir. Və buyurub ki, tək gecələrdədir. Gəlib bəzi hədislərdə, səhih hədislərdə gəlib ki, Qədr gecəsi 21-dir, 21-ci gecə. Və bəzi hədislərdə gəlib 23-dir. Və bəzi hədislərdə gəlib 27-sidir. Və bəzi hədislərdə gəlib 29-cu gecədir. Lakin bu o demək deyil ki, ziddiyyətlıq var. Peyğəmbər gah belə deyib, gah belə. Yox. Bu ona dəlalət edir ki, Qədr gecəsi bir il ola bilər 27-ci gecə, bir il ola bilər 21-ci gecə, bir il ola bilər 25-ci gecə. Və səhih bu Allah Taala'nın hikmətindəndir. Ne üçün qeyd olunmayıb, hansı gecədir? Hətta müsəlman ictihad eləsin, tənbəl olmasın. Həmçinin də bunun qeyd olunmağı imtihanın kamilliyindəndir. Hər şey imtihandır insan üçün. Və bu imtihanın kamilliyindəndir. Həmçinin Ayşə radiyallahu anhə, həmçinin bu gecənin xüsusiyyətlərini möhtərəm müsəlmanlar dua etmək. Ayşə radiyallahu anhə soruşdu ki, ya Rasulallah, bu gecələrdə hansı duanı etsəm yaxşıdır? Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, deyinən ki, Allahumma innaka afuvun tuhibbul afwa fa'fu anni. Əhməd və İbn Macə rivayət edib. Yəni bu zikri. Və bu hədisi göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm fikir ver. Ayşə radiyallahu anhəyə soruşanda ki, hansı duanı edin? Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, Allahumma innaka afuvun tuhibbul afwa fa'fu anni. Balaca cümlələr, balaca bir cümlə, kəlmələr, neçə kəlmədən ibarət. Bunu göstərir ki, çox eləməklə deyil. Az elə, lakin yaxşı elə. Adam var deyir ki, məsələn, bu gecə 1000 rükət namaz qılacam. O düzgün deyil. Peyğəmbər sən 1000 rükət heç namaz qılmayıb. Ayşə radiyallahu anhə deyir ki, nə Ramazanda, nə qeyrisində Peyğəmbər sallallahu aleyhi ve sellem
11 rükətdən artıq qılmazdı. Bax, Ayşə radiyallahu anh nə deyir? Deyinən ki, bir dənə bu kəlməni. Lakin deyinən ixlas ilə, Allah Taala qorxmaq ilə, Allah Taala'dan savab nail olmaq ilə, o niyyətlə Allahumma innaka afuvun tuhibbul afwa fa'fu anni. Çoxluqla deyil. Yəni, çox etməklə deyil. Əsas az et, yaxşı et. Həmçinin möhtərəm müsəlmanlar, bu da göstərir ki, bu gecədə çoxlu duanı etməyi və insan gerək dua edəndə heç vaxtına ümidin kəsməyir Allah Taala'dan. Çünki Allah, o qul ki, Allahdan istəmir, Allahdan heç nə istəmir, Allah onu sevməz. Allah ona qəzəblənər hətta. Allah xoşlayar o qulu ki, Allahdan istəyir, səbirlə. Gör, Zəkəriyyə aleyhissalam artıq neçə yaşa dolmuşdu və saçı ağarmışdı. Və lakin Allah subhanət hələ dua edənlərdən idi. Və buyurur ki, Məryəm surəsi 4-cü ayədə وَلَمْ أَكُمْ بِدُعَائِكَ رَبِّ شَقِيَّ. Yəni, ya Rabbi, sən həmişə mənim dualarımı qəbul etmirsən. Heç vaxt məni yaddan çıxarmamısan. Nə istəmişən vermirsən. Peyğəmbər. Və lakin, yaşa dolub, lakin duanı davam eləyir. Həmçinin dua edəndə möhtərəm müsəlmanlar, tələsmək lazım deyil. Yəni, lazım deyil ki, mən bir gün dua edin, sabah gerək qəbul olmalıdır. Ola bilər geciksin. Allah xoşlayar. Allah gecikdirər o adamı ki, çox Allahdan istəyir. Xoşlayar ki, ondan istəyəsən yenə, ona görə. Ola ki, dua etməlisən, tələsməməklə, səbirlə, Allah qəza qədərindən razı olmaqla, hətta geciksə də onun cavabı, Allah ola bilsin sənin bu cür imtihanı çəkir. Peyğəmbər salsın buyurur ki, sizin dualarınız qəbul olur, hətta o vaxtaca ki, tələsməyəsiz onun cavabı üçün. Əgər tələssəz, istəsəz ki, mən dua etdim, mənim duam qəbul olur, o duanın mani olur qəbul olmaqla. Həmçinin möhtərəm müsəlmanlar, Peyğəmbər salsın sünnətindən, yolundan görürük ki, bu axır 10 gündə ibadəti çoxaldardı və əhl-i beytini də qaldırardı ibadətə. Və gəlib ki, Peyğəmbər salsın etikaf edərdi. Etikaf, yəni meçiddə oturardı, axır 10 gündə. Və meçiddə oturmaq fəqət deyil, meçiddə oturardı, ibadət edərdi, insanlardan uzaq olardı. Cürbəcür sözlərdən, qeybətlərdən, namamlıqdan, fahiş sözlərdən, nəzərdən. Çünki axır 10 günü meçiddə olardı daima, etikaf eləyərdi. Bunu göstərir ki, müsəlman bu axır 10 gündə çox vaxtın ibadəti sərf eləsin. Həmçinin möhtərəm müsəlmanlar, çalış tövbə ilə və əməllərimi çoxalt ki, bu axır xüsusən 10 gündə. Bu artıq bu tərbiyə, Ramazan tərbiyəsinin axırıdır. Çünki insana ancaq əməlləri fayda verəcək. Allah subhanətə rəhmətindən sonra Allah subhanətə hədis-i qüdsüdə buyurur ki, Allah subhanətə qiyamət günü deyəcək, ey qullarım, siz əməllərinizi edirsiniz və mən də onları saxlayıram və bir gün gələcək sizə göstərəcəm bir gün onu. Və bir gün sizə göstərəcəm onu. Kim yaxşı xeyr görsə, Allah'a həmd etsin. Lakin kim şər görsə, ancaq özün günahlandırsın. Başqasını yox. Müslim rivayət edib. Həmçinin möhtərəm müsəlmanlar, Ramazanı axırı müsəlman əməllərindən tövbə eləməlidir. Pis əməllərindən. Əgər günah edirdirsə, günah etməsin. Əgər namaz ancaq Ramazanda, Ramazan müsəlmanı idisə, qoy həmişə müsəlman olsun. Həm Şəvvalda da, həm Zülhəccədə də, Rabiül əvvəldə də, Rabiül axırda da müsəlman ol. Əgər sədəqə verirdirsə, həmçinin başqa aylarda da versin. Əgər elm öyrənsə, Quran oxuyursa, başqa aylarda da oxusun. Əgər meçidə gəlirdirsə, başqa aylarda da meçid gəlsin. Və əgər günahlar edirdirsə, günahlardan çəkin. Və ümidvi kəsmə. Allah subhanət hələ buyurur ki, وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ. Kim tövbə eləməsə, onlar özlərinə zülm edənlərdir qiyamət günü. Və fikirləşmə ki, Allah Taala səni bağışlamayacaq. Nə qədər böyük günah sahibi olsan, Allah Taala əgər tövbəndə sadiq olsa, Allah Taala səni bağışlayacaq. Allah subhanət hələ buyurur ki, İllə mən təb və əmənə və amilə salihə və amilə əmələn salihə فَأُولَٰئِكَ يُبَدِّلُ اللّٰهُ سَيِّئَاتِهِمْ حَسَنَاتِ Əl-Əyə, Furqan surəsi 70-ci ayə. Kim tövbə eləsə və iman gətirsə və əməli salih olsa, onları Allah Taala günahların savabı çevirəcək. Əgər kim tövbəsində sadiq olsa. Ona görə həmçinin bu tövbə ayıdır.
Xüsusən bu axır 10 gündə əməlləri çox atkinən tövbə et və çalış bu Ramazandan, xüsusən axır 10 gündən, xüsusən axır Qədir gecəsindən tam istifadə olanlardan özü etkinən inşallah. Allah subhanət hələ inşallah bizi Qədir gecəsini nail olanlardan etsin. Allah subhanət hələ millətimizə hidayət versin. Allah subhanət hələ ölkəmizi həmçinin bütün müsəlman ölkəni xətadan, bəladan qorusun. Allah subhanət hələ bizim oruclarımızı, həmçinin təravih ibadətlərimizi qəbul olan ibadətlərdən etsin. Allah subhanət hələ o müsəlmanlar ki xəstədirlər, Allah subhanət hələ onlara şəfa versin. Allah subhanət hələ müsəlmanlara kömək olsun. Allah subhanət hələ o qardaşlar ki iftar verirlər, o qardaşlar ki meçiddə kömək edirlər, meçidin qabiliyyətini dəyişiblər. Allah subhanət hələ onların malına bərəkət versin ya Rab. Allah subhanət hələ onların nə isteği var, Allah təala ya Rab qəbul et onların isteğini. Allah subhanət hələ bizi salih əməl edənlərdən etsin. Allah subhanət hələ kim bizi meçidimizi və dəvətimizi fitnədən və fitnə əhlindən qorusun ya Rab. Aqulu həzə və əstəğfirullah li və ləkum və lisa'ilil muslimin min kulli zəmb əstəğfiru innehu huvel ğafurur rahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiya və mursalin seyyidina Muhammedin və alə alihi və ashabihi əcməin əmə ba'd. Bir məsələdir qardaşlar, indi yağışdır, ona görə o navəsin ki adam çoxdur, navəsindən bayırda dinanlar heç eyb etməz. Ayaq üstə qılın namazı. Fəqət rükuya əyilin və səcdəyə də biraz əyilin, inşallah səhiyyə namazımız. Çünki yer yaşdır və inşallah o qardaşlar ki bayırdadırlar, belə qılsınlar namazlar səhiyyidir. İbadallah, innallaha ya'muru bil adli və ihsani və ita'i zil qurba və yanha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tadhakkarun və lizikrullah akbar. Vallahu ya'lamu ma tasna'un.